Bu dəfə rəfiqəmizin təklifi ilə səhər yeməyi üçün üz tutduq şəhərin düz mərkəzində yerləşən Alıçatı tərzində olan Bağça restoranına. Biz 4 nəfərlik set sifariş etmişdik, amma məncə bu seti 5-6 nəfər də rahat şəkildə yeyə bilər. Açığı mənim gözləntim daha yüksək idi, amma qiymətinə görə bu set də normal idi. Bişintiləri çox sevən biri olduğum üçün səhər yeməyində də hər zaman buna diqqət etmişəm. Təəssüf ki, siqara börəyi və poğaçaları bir o qədər də bəyənə bilmədik. İsti yeməklərdən isə pomidor yumurtanı sanki birazca yola vermişdilər. Amma buna baxmayaraq digər yeməkləri bəyəndik və istifadə olunan məhsulların hər biri keyfiyyətli olduğu bilinirdi. Əsas da bal çox dadlı idi, bunu xüsusən bəyəndim. Restoranın abu-havasına gəldikdə isə həqiqətən çox zövqlü dizayn olunmuşdu və çox hüzurverici bir atmosferə sahibdir. Deyilənə görə buranın axşamları çox maraqlı və əyləncəli keçir. Buna görə də bir gün mütləq şəkildə sizinlə buranın axşam abu-havasını da ətraflı çəkib paylaşacağam. Hələlik!